100-ə yaxın azərbaycanlı məmurun adını yaza bilərik ki, onların 1 milyard dollara qədər vəsaiti haqqında bilgilər çıxıb. Bu hələ bilgi çıxan mövzulardır. Hətta bilgi çıxan mövzularda 100 milyarda qədər Azərbaycan xalqının pulları gizlədilir. Bu 100 milyard pul hələ bilmədiyimiz nələr var, o başqa bir söhbət. Bu 100 milyard pul Azərbaycanın gör nə qədər dərdinə dərman olardı. Bugün qiymətlərin artmasının çox səbəbləri var. Səbəblərdən biri ölkədə korrupsioner bir hakimiyyətin olması ilə bağlıdır. Bu hakimiyyət korrupsiya üzərində qurulub. Yuxarıdan aşağı bütün vəzifəli şəxslər də və bu vəzifəli şəxslərə bağlı biznesmenlər də varlanmaq üzərində, sərvət toplamaq üzərində qruplar işlərini və ona görə də nə qədər ki, bu vəziyyət dəyişməyibdir, o qiymətlər artacaq və nə qədər ki, bu vəziyyət dəyişməyibdir, maaşların və pensiyaların artımı qiymət artımından ciddi şəkildə geridə qalacaq. Bu dəyişən bir şey deyil. Vəziyyət